Qeyd etmək istəyirəm ki, Marneuli bələdiyyəsində Qızılacılının inzibati vahidliyində ancaq Qızılacılının kəndində deyil, Tezrisxaroya, yəni Ağbulağa gedən yolda bizim mal bazarının kimi tanıdığımız teritoriyanın yaxınlığında, hansı ki əhalidən xeyli uzaqdır, burada sahibsiz itlərin sığınacağı tikilməyi planlaşdırılıbdır. Qeyd etmək istəyirəm ki, həmin infrastruktur yüksək səviyyədə olacaq, müasir standartlara uyğun olacaqdır və biz yerli hakimiyyət olaraq sırf buranı ona görə seçdik ki, xalqdan uzaqdır. Mən bilirəm ki, bu Qızılacılıda yaşayan sakinlərin təşvişinə səbəb olubdur, amma bu əsassızdır, çünki Qızılacılıda deyil, Qızılacılının inzibati vahidliyində ancaq mal bazarı dediyimiz teritoriyanın yaxınlarında inşa olunacaqdır. Buna görə də istəyirəm ki, buna görə narahat olmasınlar. Göda yolunda Blade donuz ferması vardı, amma onun qoxusu candarın üstünə qədər gəlir. Hətta ploşada qədər demək olar qoxusu gəlir. Bunun burada inşa olunması ilə qoxusunun garantiya verilirmi ki, yəni Qızılacılı kəndinə gəlməyəcəyi, yəni iyisinin, çünki bunun havalandırması olmalıdır axı. İncədən də vurğuladığım kimi, yəni bu müasir standartlara uyğun həyata keçiriləcək. Gödada, yəni Göda yolunda donuz fermasından fərqli olaraq, yəni ki, bu sahibsiz itlərin sığınacağıdır və bu ikisi bir-birlərindən çox fərqlənir və onu da qeyd etmək istəyirəm ki, müasir standartlara uyğun şəkildə inşa olunacaq və bu kimi narahatçılıqları ortadan qaldırmaq üçün bunların hamısı nəzərdə tutulubdur.